Keçmişin səni buraxmadığını hiss edirsən, bəzən gülümsəyirsən, amma içində hələ də ağrı var. Həyatına davam etməyə çalışırsan, amma keçmiş səni buraxmır. Etdiklərinə ya da edə bilmədiklərinə görə özünü günahkar hiss edirsən. Sanki inciklikdə, günah hissində, peşmançılıqda ilişib qalmısan. Güclü olmağa çalışırsan, amma əslində çox yorulmusan. Keçmişi buraxmağa çalışmısan. Özünə artıq bitdi demisən. Amma narahat düşüncələrdə, yuxularda, təsadüfi eşitdiyin sözlərdə o yenə qayıdır. Əgər bu hisslər sənə tanışdırsa, bil ki, sən tək deyilsən. Səni Qadınlar Klubumda keçiriləcək Keçmişi Burax adlı görüşmə dəvət edirəm. Bu görüşdə biz azadlığa ilk addımımızı atacağıq. Üzərimizdə dərin işləyərək, özümüzü bağışlayaraq, başqaları bağışlayaraq keçmişi buraxacağıq. Unutma ki, sən tək deyilsən. Özünə yenidən başlamağa icazə ver.